dənə buraları göstər, Asif, bir dənə buraları göstər, qardaşımsan. Adillə xoş gəlmişsiniz. Bu nədir, bu nədir, ay Rəhman, bu nədir, bu... Bu yer, bu ərazi, görəcəyimiz ərazi o qədər oğlanları, o qədər cavanlarımızı alıb ki, cavanlarımızın həyatını məhv eləyib ki, söhbət narkomaniyadan gedir. Gənc-gənc, cavan-cavan, göyçək oğlanlarımız iynənin qurbanı oldular. Həmin o cəhənnəmi indi sizə göstərirəm. Biz yenə Kubinkadayıq. Bir müddət öncə Rəhman çəkmişdik. Çox dualar oxundu onun videolarının altına, çox xahişlər olundu, çox istəklər olundu ki, o uşağa kömək eləyin, Rəhmana kömək eləyin, Rəhmana müalicəsində dəstək olun. Biz də gəlmişik Rəhmanın çəkiliş elədiyimiz yerinə və uzun bir müddət onunla söhbət eləmişik, tapanmırdıq. Dünənləri axır ki tapmışıq. Niyə yoxa çıxmışdı, niyə itmişdi belə deyək. İndi özü deyəcək, elə isə gedək. Nətərsiz? Sağ olun. Ağsaqqalları bir dənə çəkin. Eşq olsun. Allah sizi qorusun. Sağ olun. Gəl. Oradadır. Sözün üstündə durur. Bizə telefonda demişdi ki, səhərdən axşama kimi sizi gözləyəcəm burada. Rəhman, necəsən? Necə olsun, O vaxtdır, sənin vaxtdır, mənim, o susda sənin bu tutma mənim. Can. Gəl bir dənə bura, gəl bura bir dənə Asif. Gəl bir dənə, ehtiyatlı ol, bir dənə şey. Buranın düşək, ona görə göstərirəm ki sizə. Baxın, görün narkomaniyanın dibi nədir. Yəni narkotik istifadə eləyənin sonu necə yerlərə gətirib çıxarır. Gəlirlər burada gizlin yerlərdə, baxmırlar, pox, püsür, iynə vururlar, qaçırlar. Gizlin yer axtarırlar, gözdən, qulaqdan uzaq yerlər. Onlar elə yerlərdə bax buralar. Rəhman, bu ildə necə durursa, Allah'a bitirsin sən. Çox qalma orada, bir tane ağlam yatmağa gəlirəm. Bu nə dalır, bu nə dalır? Bir dənə buraları göstər, Asif, bir dənə buraları göstər, qardaşımsan. Adillə xoş gəlmişsiniz. Bu nə dalır, bu nə dalır, Rəhman, bu nədir, bu... Kim istəyək ki, burada qalsın? Nə var, buralara bax, buralara bax. Nə var, xarabalıq. Arabalı olar da, necə baxdır. Sən haradaydın, Rəhman, qaqa? Harada olsaydı, Sutkada. O vaxtdır, sən bu vaxtdır, mənim, o türmə sənin, bu Sutka sənin. Qalx ayağa, qaqa. Mən əyilmək istəmirəm. Bu nədir, pirajkilərin? Pirajkilərin nə? Can, acımsan ha? Acımışsın, deyim, bezdir. Neyini bilir, itişən. Burada it də yaşamaz, burada da bir itər qalırsan da. Oradan ora qovurlar, buradan ora qovurlar. Narkomanla gücbala ilə gözə getirirlər. Yəni ki, narkomandır, nə bilim, oğurluq eləyər, nə bilim, uşağım sənə görə narkoman olar, falan olar. Neyniyəsən? Gəlməmişdiniz də, dünənlə bir gün də gəlməsəydi, daha başıma bezmişdim. Daha öldürəcəkdim, asacaqdım, öldürəcəkdim. Nətər özüm asacaqdım, öldürəcəkdim? Asacaqdım, ipi də hazırlamışam. Düzəldəcəkdim, asacaqdım, daha bir son qərarım idi, Allaha təvəkkül eləmişdim. Biz bir gün gəlməsəydik, həyatına son qoyacaqdın, ha? Gözləyirdim, üstü neçə vaxtı. Neyini mən sizi axtarıram neçə vaxtı. Mən sizi axtarıram, mən sizi axtarıram. Mən buraxırlar ki, bütün gün məni deyib saxlayıblar, o evdə sutq olur da. Buraxırlar ki, buraxmırlar ki. İşləyim, ailə qurum, evlatlarım olsun, nə bilim, belə də, necə deyim, kimi istəməsi, kimi istəyər ki, pis olsun həyatı. Qışda da burada qalsınız, Rəhman? Qışda bura, qışda sən nə olur? Nə? Leylə leysən. Adı qaldın. Bir dənə mal vurmasan ölərsən.
Vəziyyət buranın günlük vaxtda görmüşəm. Kim qaldı, onu tutub aparırlar, kim alır, heç kim qalmır. Başqası neyini? Ya bir dənə gəç çıxaq qaqa, gəç çıxaq qardaşımsan. Mən çıxıram. Gəç çıxaq. İpini Burada ala bu. Burada qalır. Burada şöyle bir yeri. Ya bu iplə, bu iplə. Ha. Hazırlaşmışdım özümü asmağa. Əməlli başlı ip zad asım. Konečlə asacaqdım özümü. Can qardaş, can. Vallahi. Dostlar görürsünüz, baba. Yəni bu Bezmişəm. Yaşamaq istəmirəm. bu çox mənanı ifadə edir. Yəni narkomaniya ya ölümdür, ya da ölümdür. Başqa yolu yoxdur. Yəni öldürür. Can qardaş, can. Ehtiyatlı ol. Burada bir hava var. Geyib girmisən, o yatırdın deyəsən, ha? Yatmaq istəyirəm, eyni ağrıdan ötürü bezmişəm. İstəmirəm, mal vurmaq istəmirəm, iynə vurmaq istəmirəm. İynədən bezmişəm. Adam nə qədər bu cəsədə mal vursun? Nə qədər bu cəsəd sənin cəsədin deyil axı. Allah icazə verin bir dənə cəsədindən tük qopardasan. Nə qədər bu cəsədə mal vurasan? Ruh inciyir axı cəsəddən. Onun üçün ki, ruh cəsəddən çıxmaq istəyir. Cəsəd dövüşü qalır ufiynə. Cəsəd nə cəsəddir? Cəsəd çürüdün, getdin, yox. İnsanın ruhudur da. Nəyim mən? Başqa cür nə deyim? Allah qurban bu məhərrəmli, yəni Allah Pənahxaram İmam Hüseyn xatiri mənə bağışlasın. Görürsən də həyatımın mənasını. Belə şey olur. Adam bezişir verir. Adam mal vurmaq istəmir. Nə qədər mal vurarsan? Vurursan, bunun da ki, bir dənə belə vurarsan ki, malı təqib edirsən. Adam bezir. Neyiniyəsən? Heç nə eləmək istəmir. Sən gələyim gəlsinlər, aparaq səni müalicəyə. İmkan varsa da Allah xatirinə. Kimdə imkan varsa mənə kömək eləsinlər də. Kömək eləyəndir ki, Allah mən duacıyam. Allah onun müjdəsini verər, fəzilətini verər inşallah. Qeyd edeyim ki, indi biz Rəhmanı yerləşdirəcəyik reabilitasiya mərkəzinə. Danışmışam. 12 addım reabilitasiya mərkəzi. Əkbər müəllimin rəhbərlik elədiyi mərkəzdir. Aspirant tut. Zəng eləyək gəlsinlər. Mən nömrə qeyd eləyəcəm. İndi kiminsə ürəyindən bu gözəl ayda, məhərrəmlik ayında Rəhman üçün, nə bilim, nəsə kömək eləmək istəsə, o nömrə ilə əlaqə saxlayar, reabilitasiyanın nömrəsi olacaq. Yardım eləyərlər, nə siqareti, pal-palta, heç kimi yoxdur. Alo. Əkbər müəllim, salam. Salam müəllim. Nətərsiz, nə var, nə yox? Şükür, yaxşılıq, Allah razı olsun. Siz nətərsiniz? Çox sağ olun. O, mən qardaş demişdim, Rəhman sizə. Aha. Hə, biz orada... Gəlmək istəyir. Hə, biz buradayıq, axı ki tapdıq. Uzun müddətdən sonra. Gözəl. Ya istəyirsiniz, siz gəlin aparaq bir yerdə, ya biz gətirək. Baxın da, nətər istəyirsiniz, gəlin bir yerdə. Yox, bizə elə konum atın, biz özümüz gələk kömək eləyək, bir yerdə gedək. Yaxşı qardaş, yaxşı. Atıram. Gəl. Gəlirlər Rəhman. İnşallah Allah köməkli olsun. Elə sevindim ki, yaxşı olur. Doğrudan. Vallahi. Sevindim. Kim istəmir müalicə olsun, kim istəyir bayaq yaşasın. Şükür Allah, hər şey düzdür. Allah da istədiyi bəndəsin, hər şey əlindən alır. Bir də ağlımız olmasın əlimizdən. Ona da ki, alırdılar ki, günaha, insan günaha meyilli olduğundan. Bu gənclərə bir dənə üzvü tut, denən, o hansı ki patizad eləyirlər, cavan uşaqlar. Bax, nə demək istəyirsən? Bir denən. Nə demək istəyirəm ki, bu maldan uzaq olsunlar. Adamı uçuruma aparır. Mal yaxşı şeydir. İndiki mal nə maldır ki? Malı vurursan bir yandan da ki, yıxılır. Bir dəfəyə oturursan lomkaya. Lomka da deyil, xəstəlikdir bu, xəstəlik. Uçurumdur bu. Pulumuz bəladır, bəlalar. Buradan da deyim düzdür. Bu bəlalar olmur. Bəlalar şahı İmam Hüseyndir. Allah'a qurbanım. Eləməyin, bu maldan uzaq olun. Xahiş edirəm sizdən. Allah'ın olsun, iyidən başım ağrıdı. Neçə ildir mən bu malı eləyirəm. Əlim bala batıb, yoxsa yağa batıb, heç nə. Görürsünüz də günümü güzaranmı? Vay ata olman sənin, vay ana olman sənin. O da vay ata, vay ana deyə tək gələ
valideynimiz sağ oladı, qulaq asardı sözünə. Bu uzaq olay valla bu şeydən. Qulaq asmadığı vaxtında, indi də görürsən də, hamısı öldü, getdi, qalmışıq tək. Can. Düz Allah bizi ilə qurbanım, Allah həmişə pənah aparmışam, Allahdan istəmişəm. Mənə bu dünyada saxlayan nə olub? Sədaqa. Həmişə verən əlim olub. Mənə də veriblər, mən də vermişəm. Bu yadıma gəlir, bu Şuşa restoranda çəkdirmişəm bunu. Bu oğlandan əsər əlamət qalmayıb. Mən inanıram ki, bu gün sənin ananın ruhu şad olacaq. İnşallah Allahın köməyi ilə, Sevinəcək. Allah köməyimiz olsun. Mən də Dubatçıyam da. Çünki sən bu gün elə bir rahat yerə gedəcəksən, elə bir gözəl yerə gedəcəksən və ondan da əlavə sağalacaqsan sən. Kimlər mənə kömək edəcək, mən də Dubatçıyam. Allah onların hamısı müjdəsini verəcək, ruhsunu yetirəcək, bəladan da onları saxlayacaq inşallah. Gəliblər uşaqlar. Asibdən ola qarşıla Əkbər müəllim. Gəliblər? Hə, gəliblər. Yaxşı. Tamam. Necəsiz? Yaxşı olasınız. Sağ ol. Qayıtdadır. Salam aleyküm. Salam aleyküm. Söhbətə keçməmişdən öncə qardaşımızı görürsünüz. Telinə qurban. Bizim Sambis qardaşımız, Vüqar qardaşımızdır maşallah. Görün necə dəyişib. Bu da bizim Vaxomuzdur. Salam olsun hamıya. Vaxo Sovetski. Gəliblər daha bir qurbanı xilas eləməyə Əkbər müəllimin rəhbərliyi ilə. Salam aleyküm. Əkbər çox sağ ol qadan al. Allah razı olsun. Allah sənə qanunu sağ ol. Çox razıyıq. İnşallah hər şey yaxşı olacaq mənim qardaşım. Gezi mərkəzə bizim işimiz budur ki, sənin kimi qardaşları yenə həyata qaytaraq Allahın izni ilə. Sənin maksimum dəstək var, yanımızda ol, sağ ol, Allahın köməyinə həyatın da yaxşı Bir olsun. də o mərkəzi reabilitasiya sambislər var. Adam döyürlər, edirlər. Belə söhbət yoxdur. Yəni tanıtılır, sonra düşməyəcəm orada. Bax, bizim reabilitasiya mərkəzi heç kimin şəxsiyyətinə toxunmur, heç kimi döymür. Bizdə bir dənə dünya çempionu var, o da heç kimi döymür. O da Vüqardır. Bu da ədəb-ərşanımız var ya. Bəli, 100%. Allah bizə yaxşı və gözəl tərbiyə verir. Amin. Amma onu qeyd edeyim ki, bəzi reabilitasiya mərkəzləri var ki, düzdür. Orada düzdür Rəhman. Xoşagəlməz hərəkətlər eləyirlər. Ona görə buradan valideynlərə səslənirəm. Övladlarınızı boğazınızdan o kəsirsiniz 1 manat, 2 manat borca girirsiniz, evinizi satırsınız ki, gedim müalicəyə yerləşdirim. Onlar da sizə ucuz şor qiymətinə qiymətlər deyir, aldanmayın elə yerlərə. Elə yerlərdə doğrudan da işgəncələr verilir. Var. Bununla da bağlı bizim hüquq mühafizə orqanlarımız tədbirlər görürlər. Amma bir ayıq-sayıq olun. Baxın görün övladınızı hara yerləşdirsin. Amma Rəhman sən getdiyin yer elə bir yer deyil. Və mən də getmirdim də mərkəzə. Noel məni 2 ilin içində nə qədər apardı. Deyirlər, bizə belə deyir, elə bir şey deyir, nə bilim. Vüqar neçə vaxt düşük qaqam? 108-ci aydır. 8-ci aydır maşallah. Bax o səndə neçə aydır? Məndə o maşallah olsun 1 ildir. Mən o mərkəzdə işləyirəm. Bugünkü günü həm kömək edirəm, həm özümə, həm yeni pasientlərə. Bir də Əkbər müəllimin sözü var idi. Buyurun. Bir də onu qeyd eləmək istəyirəm ki, yaxşı olar ki, valideynlər özləri gəlsinlər mərkəzə. Gəlsinlər mərkəzə rəhbərlə tanış olsunlar. Bir sual eləsinlər. Qardaş, hara axtarmısan, hara keçmirsən, nə işlə məşğul olsan, mərkəzin gedişatına baxsınlar, işçilərə baxsınlar. Ondan sonra görəcəklər ki, nə qədər olmasa ana-ata hiss eləyəcək də bunu, düzdür? Əlbəttə ki. Hiss eləyəndən sonra ki, qardaş, doğru yerdə uşağın qoyar mərkəzi sağlar Allah'ın köməyinə. Sağ ol. Bax Rəhman, Əkbər müəllim. Rəhman bir də biz gəlməsəydik bugün, deyirdi özüm asacaqdım, doğrudan da imza gətirin bir dənə. Bu da öyle. Bax. Görsən Allah nə qədər çoxdur ki, bizi yetirir bura. Allah'ım Sağ olsun, olsun. müəllim. Ezmişdim ki, bir şey daha, bunlar daha nə oldu ya? Mənə yaxşı da kömək edəcək. Hamı söylediyi kömək edəcək, hamı getmə gəl deyən çox deyil, söyləyə verən oldu. Ulmam O Allah. ipi özündən saxla, həmişə yanında saxla ki, narkotik istəyi gələndə bil ki, axırın odur. Yaxşı? Boş. Baba bunu belə boynunda həmişə saxla qardaş. Bu sənin narkotik eləsən axırın budur. Düz demirəm Əkbər müəllim? Buna baxıram ya, bu nədir? Heç belə bir mən belə şey görməmişəm. Halbuki mən də yaşamışam. Sən bundan da pis yerdə yaşamısan, hə? Valla da. Ora bax. İynələr. Çörək, nə istəyən var ya burada. Gedək, çox qalmayaq, ha? Gedək, Əkbər ha. müəllim, gedək. Allah sana.
Bismillah. Dedik üzü Kərbəlaya tərəf. Bəli, bəli. Ora müqəddəs yerdir. İmam Hüseyn Zəvvallarından qərar versin. Yəni istəyirəm inşallah bu il qismət olsa bu il ərbəyimə gəlməsəm, yəni inşallah 100% gedəcəm Kərbəlaya. Amin, amin. Can. İnşallah. Allah səni sağ olsun. İnşallah gedəcək Allah. Gedək. Gedək. Hayır. Can naya, can. Nasip belə yaxşısan, Nasip. Şükür Allah'a. Allah səndən razı olsun. Sağ ol, Əziyyət qardaş. çəksən, haqqını Allah ilə Sağ ol. Allah olsun. olsun. Saklamazsın ya. Var ama bir var olur. Həmçin. Kapıcanı göstərir. Rəhman gedir Rəhman. Gel bura deyim araya. Gel bura gedir. Mualiceye gedir. Gel bura. Əlvida deyə bu yerlərə əlvida deyə qardaş. Sağ salamı. Allah'ım şükür. Nazama yolda olsun. Allah sana var elə. Sağ ol, sağ ol. Hə. Ne dedi ya? Kondisionerli maşından. Çoktan böyle maşına bindim. Allah iyisini için gözünü. Allah bizden. Tamam, tamam. Qoç. Olma, Allah sana can sağlığı versin. Sana duasın ya. Canım var Rəhman. Allah canını sağ olasın. Allah sana can sağlığı versin. Əkbər, öpürəm. Getdik. Bu da belə. Bu ərazidən, bu xarabalıqdan artıq 3-cü narkomaniyanın qurbanıdır ki, aparırıq müalicəyə. Sağalmaq istəyən sağalacaq, sağalmaq istəməyən də gedəcək həbsə ya da ki, ölümə. Elə ürəyimcə oldu ki, vurmam ola. Görürsən, mənə də Allah yardım göndərəcək kimlərsə vasitəsilə. Allahın vasitəsilə bu cür qardaşları göndərdi. Minnətdaram. Allah hamısının köməyi olsun. Allah kömək edin, xahiş edirəm sizdən. Allaha xatir, nə olur? İmam Hüseyn xatir, nə olur? Bu Allah dua edəcəm sizlərə. Mənə kömək edin, Allah sizin yardım edin. Allah sürulsuz qoymaz inşallah. Xahiş edirəm. İnşallah qoymaz. Duası olaram sizə. Vallahi. Rəhmanla bir yerdə oje 9 nəfərdir. 9 nəfər, ay kişi, 9 nəfəri bu Əkbər müəllim Özü hamısında 9 ay yox, 1 il. pulsuz saxlayıb, sağaldıb. Tək sağlam. Çox böyük bir işdir, çox Kasıb oğlanım da Çox yergəsi. böyük. Yo, böyük işdir qaqam. Gedirik baseynə kəllə vurmağa, Rəhman. Doğrudan. İnşallah. Can. Allahın köməyi ilə. 12 addım ümumiyyətcə Allahın bir vasitəsidir. Yəni belə deyə də hamımız ondan sığınıb, nə qədər uşaqlar sağaldılar. Dediyim sana jeniya, aydın ona verər balajeniya. Mən dedim soy palajeniya. Amojenski kalonda sen bakırsan, Amojenski kalonda sen bakırsan, Bakının ağzı rayonda sen bakırsan. Yaxına gəldi, yaxına ya. Amojenski kalona bakanda al, evdə xiyar balonda sen bakırsan, evdə xiyar balonda sen bakırsan, elində mikrofonla sen bakırsan, elində mikrofonla sen bakırsan, Bakının ağzı rayonda sen bakırsan, Mekanın ağzı rayonda sen bakırsan, düşməmişəm addileyni şöbəyə, Eyləyəm səlməmişəm tövbəyə, Bilənmişəm bu işləyir bölməyə, Dibində diktafonla sen bakırsan, Dibində diktafonla sen bakırsan, Bakının ağzı rayonda sen bakırsan, Bakının ağzı rayonda sen bakırsan. Allah rəhmət eləsin Aydına. Bu qara Rəşadın Allah qapısını açsın. Bravo. Ay sən xoş gəldin. Tanıdınız bunu? Maşallah. Güzel kardeşler içinde
Hava adam var, adamla görüşürsən, halın pişirəsi. Adam var, adamla görüşsən, halın yaxçılaşır. Yaxçı əsbər ruhiyə gəldi. Maşallah. Quran müəllimlə bir görüşür. Əsas məsələ Rəhman bəyəndi. Bəli. Canavar oxşuyur. Yaxşı, sən nə tərsən? Canın başa. Deməli, Əkbər, gəl birinci neyniyək qardaşımızı? Gəl bura görək, gəl bura, gəl bura. Qaqamızı qəşəng bir dənə otağa salın, duş, saçını, saqqalını bir dənə nalovqa eləyək. Keçən elə. Yeni həyat, yeni saat, yeni saqqal. Sonra elə bir yerdə duş qəbul elə girək baseynə. İnşallah. Nə deyirsən? Hə, var qardaş. Allah razı olsun. Gedər. Gedər. Həmişə Allahdan istəyirəm. Ay Allah mənə bu bəladan qutağa, yaxşı dostların içində ətrafımda qərar vermə, inşallah. Allah da mənə qismət elədi, qurbanım Allaha. Davay. Xoş gəlmisən peykanlığa. Bunları görəcəyik. Ay qardaş, xoş gəlmisən. Sağ ol, çox sağ ol. Bir dənə onda qardaşımızın saçını, saqqalını təmiz sıfırdan götüzdürün. Oradan gəlin bir yerdə girən baseynə. Sizə əlbəttə. Staşı Murat kim olacaq bunu? Sağ. Allah siz staşı bu. Xoş gəlmisiniz. Gəl. Gəl görək bəyimizi. Bəyimiz gəlsin, bəyimiz gəlsin. O какие люди Голливуд. Necə gözəlləşmirlər, necə gözəlləşmirlər. Suyundan bilməm. Şağlandandır, düşüblər. Havasındandır. Havasındandır. Havası bir yana, yəni qurban elə. Hava havası da yaxşıdır, atmosferi də yaxşıdır. Böyle gelirdən başlayın qəşəng. Mən onlarınla var. Amma elətdirmə. Hoppa! Eşşək! Hoppa! Gel bakayım. Ooo! Eşşək! Ooo! Eşşək! Oy! Baba! O ne? Aa, böyle maşallah. Lezzət edik. Lezzət eləyir. Çay gecənin yarısı. Deyək ki, biri yazıb ki, Avropada olan biri yazıb qardaşım biri, Avropanın başının daşını atıb gəlib Azərbaycandan narkoman olub sağalmaq istəyirəm, belə yerdə dincəlmək istəyirəm. Gör, bunu Avropada yaşayan sağlam adam deyir. İndi narkomanlar gəlin, Bakıdasınız da gəlin sağalın, dincəlin, gəlin ay narkomanlar, gəlin. Gəlin narkomanlar, gəlin. Gəlin müalicə olun. Allah canını sağ olsun. Livaniya. Narkomanlığın başına daş qoyun, narkomansılığın axırı yoxdur. Qurana. Ən salamatı sağlam ayaqdır. Qəşəng, amma gör sizə gözəl görsək də oğlan olub maşallah. Allah canını sağ olsun. Qurban olaram ölkəmizə, qurban olaram xalqımıza, millətimizə, vallah. Gözəl Gürcüstanda oldum. Gürcüstanda şərait, dövlət imkan vermədi ki, reabilitasiya orada işləsin. Yəni qədrinizi bilmək lazımdır, ölkəmizin qədrini bilək. Dövlətimizin ki, belə bir şərait yaradıblar. Reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Yüzlərlə, minlərlə qardaşlarımız sağalır. Gəlib müalicə alırlar. Göz dəyməsin. Allah Bakının hansı rayonuna sən baxırsan, ada meyxananın zakonuna sən baxırsan, Bakının hansı rayonuna sən baxırsan, meyxananın zakonuna sən baxırsan. Güyəm onun qafiyəsi novudur, göyərçinin dürmən paşto budur, Ödüzlə kəndində uçasko budur, Çiyindəki paqonuna sən baxırsan, Çiyindəki paqonuna sən baxırsan, Bakının hansı rayonuna sən baxırsan, meyxananın zakonuna sən baxırsan. Поехали, братва!
Gəl təzə bəy, gəl. Təzə yerinlə tanış olundu. Haradır təzə yeri qardaşımızın? Nə? Şortikidir, maykalardır, Görsən? aksıdır, şampunudur. Hər şeyin var. Allah canınızı sağ olsun, minnət sağ olun. Sənin polnu. Nə tədin ayı? Qəşəng. Normal. Öpürəm sənin ayı. Sənə gəlmisən. Ümumiyyətlə Bakır Nail, sənə çox minnətdaram qardaşım. Mən sənə belə çəkilişlərlə başqa səndən belə dostluq da eləmişəm. Hər zaman bizim evdə səni gözləyirlər. Yəni sən gəlsən, da, yəni bilər ki, dostum gəlir. Nə deyim sənə? Öpürəm səni. Allah sənə şəfa versin. Sağ ol. Nə lazım idi onu eləyirəm. Gedək. Gəldi. Gəl. Hoppa. Çiçək. Sağ olun bari, sağlıqla qardaşım. İnşallah. Allah hamd olsun, çox gözəl bir ortamdasan deyək də, gözəl qardaşlar. Bir də əlinizi belə qoyaq eləyirlər. Nə tər eləyirlər? Davay. Bu yol İnşallah. çətindir, amma doğrudan da şərəfli yol. Bu çətin yollardan keçmişik, yəni ki, mən bu İnşallah. rahatdır, keçəcəyəm. Allahın izniyle, Allahın köməkliyi ilə. Allah qardaşların canı sağ olsun, lezzetlidir. Mən sağ ol, Allah canı sağ olsun. Gedək buranı da dolduraq. Getdi. Ora həmişə var da, Hamımız səninlə bərabər istirahət elədik. Həqiqətən çox xoş oldu. Yeni gələn xəstəmizin qeyd olunma mərasimi. Allah'ın süfrəyə hörmət olar, minnət yox. Aslansa, yemisənsə günahdır. Toxsansa, yiysən o da günahdır. Ya bismillah. Xoş gəlmisən. Sağ ol, Allah canı. Xoş gəlmişsən. Otur Əkbər müəllim, otur. Bax, o qulluq elə qardaş var. Bu şəkildə baxma oldu. Ha? Ay yox. Ay qardaşım. Sən good. Sən sadə adamlar. Çempion Mira. Yox, Hasan Bon. 2 qat dünya çempionu. Ayaqla asan istərsə taşıdın ha qardaşım. Xəbərin yoxdur. Bu gözəl şəraiti, bu gözəl belə deyim, ortamı yaratdığın üçün Əkbər müəllim, sənə, komanda var, xüsusi təşəkkürlər. Həmişə bir yerdə olaq, həmişə belə deyim də, xeyir işlərdə olaq. Sən gətir, biz sağ olaq. Bəli. Sənin tikəndən payından olar bu Qarabalaya verək. Yaman layık bu, çox güzel. Əcəb gözəl süfrədir, maşallah. Gözəl neymət var süfrədə. Əsl yay yeməkləridir. Maşallah. Bir də Nail, orada Allah öləndən rəhmət bizim video var idi. Keçən gəlmişdin də buraya. Orada bir dənə xanım yazmışdı kommentariya ki, bu an çəkilişə görə belədir. Xeyr, bizdə həftənin 6 bazar istirahət günü. Uşaqlar hamısı çıxırlar baseynə, kebab bişirirlər və beləncə süfrə açırıq. Onlar da istirahət edirlər.